Bugün birlikte Ayxandan uşaqlıq şəkillərimizi yorumlayırıq. Yorumlayaq. Bu şəkildə elə bir o uşaq olur ki, evdə ailəni bir-birinə qatır, hər şeyi uçurur, dağıdır. Sonunda da döyülmən üçün belə anasına masum Salih amca duruşu göstərir. 5-ci boyutdakı bax, imенно o duruşdu bu. Bu şəkil bizə nədir? Şəkil bilsən nədir? O ki, uşaq vaxtı evdəkilər təzə paltar alanda, mamam falan təzə paltar alır. Belə qırağa çəkir, deyir. Mamam qurban durasana şəkil atacağım. Bax, imенно bax bu şəkil. Ayaqqabı olmadı. Mən sərfas buna ayaqqabıdır. Onu təzə almışam. Onu təzə alıb göndərdi. Bu sən nədir? Nə? Evə qonaq uşaq gəlir, sən oyuncaqlarını oynadır. Sonra evə getmək vaxtı gələndə bir ki, mən bunları aparacağım. Anası da şey deyir, apararlar. Onun arxasında baxdığım baxışdı baba. O ki, hər nəsildə olur, elə xüsusi təlim görmüş uşaq. Bütün qonaqlar gələndə evin çevik-covcunu çəkir, evdə nə söhbətlər gedir, hamısını evə gedəndə mamasına danışan uşaq var. Hələ bunların da bir simvolik sözü var. Simvolik sözü var. Qaqa, iqra var. Baba, imенно o tipsən baba. Hə, bu sən nədir? Uşaq vaxtı anlı yalvarsın, 2 dəqiqə artır o. Nə təri? Elə durmuşam mən şəkildə. Elədir, bax. Yaxşı ki, o çolkalarını dəyişmişsin.